Alimlər peşə seçimi üçün testlər hazırlayıb. Amerika Birləşmiş Ştatlarının Michigan Dövlət Universitetinin alimləri maraqlı bir nəticəyə gəlib. Gənclik dövründə müəyyən edilən peşə maraqları yalnız gələcək peşə seçimini deyil, insanın sonrakı həyatında verəcəyi mühüm qərarları da proqnozlaşdıra bilir. Journal of Personality and Social Psychology jurnalında dərc olunan tədqiqat çərçivəsində 8000-dən çox insan 11 il ərzində izlənilib. İştirakçılar 2011-2012-ci illərdə peşə maraqlarını müəyyən edən testlərdən keçib. 10 ildən çox vaxt keçdikdən sonra alimlər onların iş həyatı, ailə münasibətləri və ictimai fəaliyyətlərini təhlil edib. Məlum olub ki, liderlik, biznes və insanlara təsir göstərmək istəyi ilə xarakterizə olunan maraqlar daha yüksək vəzifələrə yüksəlmə, ictimai fəaliyyətlərdə iştirak və müxtəlif sosial uğurlara əlaqələndirilir. Sosial yönümlü maraqlar ailə və münasibətlər sahəsində, bədii maraqlar isə mədəni tədbirlərdə iştirak ilə bağlı olub. Tədqiqat müəllifləri bildirirlər ki, peşə maraqları insanın şəxsiyyət xüsusiyyətləri qədər, bəzi hallarda isə onlardan daha güclü proqnozlaşdırıcı amil ola bilər. Onların fikrincə bu testlərdən yalnız yeniyetmələr deyil, hər yaşda insanlar həyat və karyera qərarları verərkən faydalana bilirlər.